Dünyanı fərqli görən adam. Hamımız ulduzlu bir gecəyə baxırıq. Amma çox azımız o gecədəki enerjini və rənglərin rəqsini Vincent van Gogh kimi hiss edə bilirik. Bu gün sizə cəmi 10 il ərzində incəsənət dünyasını kökündən dəyişən, lakin sağlığında dəyəri bilinməyən bir dahidən danışacağam. Başlanğıc və axtarışlar. Vincent 1853-cü ildə Hollandiyada doğulmuşdu. O, sənətə gəlməzdən əvvəl din xadimi və satıcı kimi müxtəlif işlərdə özünü sınadı. Rəssamlığa başladığında artıq 27 yaşı var idi. Cəmi 37 il yaşayacaq bir adam üçün bu çox gec bir başlanğıc kimi görünə bilər, amma o itirdiyi vaxtın əvəzini hər gün dayanmadan çəkərək çıxdı. Rənglərin dili. Onun ilk əsərləri, məsələn, Kartof yeyənlər, tünd və kədərli rənglərlə dolu idi. Lakin Parisə köçdükdən sonra o işığın və rəngin sehrini kəşf etdi. Sarının ən parlaq tonları, mavinin ən dərin çalarları onun fırçasında canlanmağa başladı. O, rəngləri sadəcə görmək üçün deyil, hisslərini ötürmək üçün istifadə edirdi. Tənhalıq və dostluq. Vincent'in həyatında ən böyük dayaq qardaşı Theo idi. Theo ona həm maddi, həm də mənəvi dəstək olurdu. Məşhur qulaq kəsilməsi hadisəsi və psixoloji çətinlikləri onun daxili aləmindəki fırtınaların göstəricisi idi. Lakin o, ən ağır anlarında belə rəsm çəkməkdən vaz keçmədi. Ölməz miras. Vincent van Gogh ömür boyu cəmi bir neçə rəsm əsəri sata bilmişdi. Bugün isə onun ulduzlu gecə və günə baxanları dünyanın ən qiymətli xəzinələridir. O bizə sübut etdi ki, dünya bəzən qaranlıq olsa da fırçanı ələ alıb onu parlaq rənglərə boyamaq hər zaman mümkündür.